Ona görə, yəni bu görüşlərin bu dəqiqə məqsədi nədir? Biz hamımız əlayne olmalıyıq ki, şirkət hara gedir, niyə gedir, hansı templə getməlidir və produkt biz nə düzəltmək istəyirik. Ki, sabah sənin menecerin gəlib səndən nəsə tələb edəndə ki, bunu bax belə eləyək, bu solutiondan eləyəcəksən. Sən öz menecerivə dalaş ki, yox, sən Toğrul nə istədiyin deyəsən, düz başa düşməmisən. Bax, requirementlər budur. Sən əminsənmi ki, biz bu texnoloji solution istifadə eləməliyik? Və o dəyişəcək fikrini. Amma sən defend elə də, sən denən ki, yox. Onu da deyə bilmək üçün sən birinci hələ dərk eləməlisən ki, səndən nə istənilir? Yəni, balaca picture-ə baxma da ki, mən front-end yazmalıyam, yazıram. Sən fikirləşdirək ki, mən produkt düzəldirəm və bunun requirementləri nədir? Bu, bununla konflikt eləyəcək, eləməyəcək. Daha böyük baxın. Mənim indi növbəti workshopların mahiyyəti growth hacking olacaq, biraz marketing istiqamətindir. Mən normalda fikirləşmirəm ki, o sizə lazımdır. Amma indi bu problemlərin hamısını görəndən sonra başa düşdüm ki, mən nə düzəltdiyimi bilirəm. Amma siz mən nə düzəltdiyimi bilmirsiniz və necə düzəltdiyimi bilmirsiniz. Ona görə mən sizə bundan qabaqki uğurlu layihələri danışacağım, göstərəcəm ki, niyə bu uğurlu olub? Səbəbi nədir? Mən orada oturub gör nələri fikirləşmişəm. Kənardan o görsənmir. Ki, siz də elə düşünməyi öyrənəsiniz. Və indi kim ki onda defensif olacaq ki, yox ki, o bizə lazımdır, əmin edeyim ki sizi, sabah hansız harda olacaqsınız biz bilmirik. Sabah ola bilər kimsə ayrılacaq, öz proyektini quracaq. Sabah ola biləcək ayrılıb başqa pozisiyaya gedəcək. Və hamınız istəyirəm ki, o tərəfdə align olasınız, product focused olasınız. Biləsiniz ki, bunu başa biz niyə düzəldirik və biz bunu necə düzəltməliyik və son məqsəd nədir? Bu məqsədə xidmət eləyirsə eləyək, eləmirsə boş-boşuna nə? Oturub produkt düzəldirik, dizayn, interfeys satılmaq üçün.